Etil formiatın yanmasından rahat sualdır. Birinci, siz mənə deyin görək, etil formiatda neçə dənə karbon var uşaqlar? Etil formiatda neçə karbon var, kim deyər? Etil formiat, bu nə deməkdir? Yəni formiat turşusundan HCO və etil ispirti. 3 dənə karbon var. Etil formiat. Bu mürəkkəb efiri yandırıram. Üzvü maddə bilirsiniz, yananda nə verir uşaqlar? Karbon qazı. Heç əmsallaşdırmıram. Bir də mənə deyin. Formiat CH olar. Bir də de. Metil formiat orada verilir. Hə, metil formiatdırsa aysam. Düz deyil. Metil formiatdırsa burada mən CH3 yazmalıyam. Bu etil formiatdır, mən metil formiat. Düz deyil, əhsən. Metil formiat deyirsə bu CH3. Burada neçə dənə karbon var zərrə? 2 dənə karbon var. Düzdür. Burada 2 dənə karbon var. Onda uşaqlar bunun 1 molu yansa neçə mol karbon qazı alınır burada? 2 mol karbon qazı alınır. Metil formiat yananda 2 mol karbon. 1 molu yansa 2 mol karbon qazı verir. Bu bizə deyir nə qədəri yanıb? 0,1 mol. Əgər 1 molu 2 mol karbon qazı verirsə uşaqlar 0,1 molu nə qədər karbon qazı verir? 0,1 molu 0,2 mol karbon qazı verir. 1-ə 2-dirsə 0,1-ə 0,2. Deyir bu karbon qazını əhəngli sudan buraxsaq. Əhəngli su bilmirəm, bilirsiniz ya bilmirsiniz, hələ tam danışmamışıq ondan. Qeyri-üzvidə öyrənərik. O kalsium OH2-dir. Kalsium OH2-ni biz karbon qazı ilə reaksiyaya salsaq, buradan alınır uşaqlar nə? Buradan alınır kalsium CO3, bir də alınır su. Kalsium CO3, bir də alınır su. İndi bunu əmsallaşdırsaq, mən elə bilirəm əmsallar düzdür. Baxın, 1-in 1-ədir. Əmsallar burada tamamilə doğrudur. Bizə deyir ki, neçə qram kalsium karbonat alınır? Biz dedik ki, 0,1 mol metil formiat bizə 0,2 karbon qazı verir. Reaksiyada 1-in 1-ədir. 0,2 karbon qazı reaksiyaya girəndə 0,2 molda çöküntü alınır. Çöküntü budur kalsium karbonat. 0,2 mol kalsium karbonatda neçə qramdır, onun kütləsini tapacaq. Kalsium CO3-ün MR-ini hesablasaq 100-dür. 0,2 mol alındı deyə 100-ü vururuq 0,2-yə, bu da eləyir 20. Doğru cavab A variantı. Zəhra